Ne? Murad müəllim? Güclə ayırdım onları. Bəs niyə axı? Səbəb nədir? Pərvizin Murad müəllimlə nə iş ola bilər? Bilmirəm. Ancaq bircə şey bilirəm ki, Murad müəllim boş yerə belə eləməz. Nə qədər də olsa, bir pedaqoqa yaraşmaz belə hərəkət. Yəqin nəysə olub ki, Pərvizə əl qaldırıb. Bəlkə bacısına görə eləyib. Bilmirəm. Heç nə demədilər. Əgər bu məsələyə görə eləyibsə, onda düz eləməyib. Biz sizlə getdik, Banugilə elçiliyə. Murad bizi normal qarşıladı. Bu uşağın ağlına nə keçir, heç də başa düşmür. Məncə ən yaxşısı elə Murad müəllimin özündən soruşmaqdır. Mütləq soruşacağım. Amma Muraddan gözləməzdim, heç gözləməzdim. Zakir müəllim, mən bunları ona görə sizə demədim ki, Murad müəllim haqqında sizin fikriniz dəyişsin. Sadəcə ona görə dedim ki, bu məsələni birtəhər həll eləyin. Bir də belə xoşa gəlməz hadisə baş verməsin. Üzünüzə vurmadım. Dedim uşaqsınız. Nə vaxtsa səhvlərin başa düşərlər. Amma görəm yox. Bu qız sırtıq kimi oğlumun əlindən tutub düz gözümün içine baxır. Bir dəqiqə, sən bizim sevgili olduğumuzu bilirdin. Bəs sən bilirdin? Evimin xadiməsi gələcək gəlinimə ağzına gələni deyib. Birincisi, Gülşən bu evin xadiməsi deyil. İkincisi də ki, biləsən, sənin gələcək gəlinin qabağında dayanıb. Sənə yazığım gəldi. Evimə gətirdim. Demədim ki, gəlib oğlumu əlimdən al. Mən çox böyük səhv eləmişəm, çox böyük. Mahirə xanım, mən bu evə gəlməmişdən qabaq biz artıq Mahirlə sevgiliydik. Mama, biz səni böyük bildik, qabağa çıxdıq. Sən böyük sayansan. Böyük sayan idim, mən dediyimlə gedərdin. Atan elədiklərini bilsə, bilirsən neyniyə? Neyniyəcək, hə? Neyniyəcək? Ha, əllərimi kəsəcək, ha? Ayağımı qıracaq, neyniyəcək? Öldürəcək məni, qoy öldürsün, eyb yox, qoy öldürsün. Mahir, belə danışma, sakit ol. Mama, istəyir atam gəlsin, istəyir atamın atası gəlsin. Mənim heç kim vecimə deyil. Biz pis heç nə eləmirik. Gördün sən neynədin? Oğulla ananın arasına girdin. Mən istəmirdim belə olsun. Necə olmağını istəyirdin? Oğlumu dəli eləmişsən. Mən dəli deyiləm. Biləsən, mən Gülşəni sevirəm, onu da alacam. Yəni, beynində boş-boş xəyallar qurma, yaxşı? Sən də biləsən. Evimdə xadimə kimi işlətdiyim bu qızı heç vaxt gəlin kimi qəbul eləməyəcəm. Gülşən bu evdən gedəcək. Sən də boş xəyallar qurma. Burada nə var ki? Mən niyə oradan çıxmalıyım? Ona görə ki, bir müəllim tələbəsi ilə bu qədər yaxın ola bilməz. Nə var ki burada? Sən də öz tələbələrindən yaxınsan da. Mən ayrı, sən ayrı. Bəlkə daha açıq danışasan. Mən bu universitetə müəllim düzələndən sonra başıma bir çox hadisələr gəlib.
bacımın başı vurub. Neysə, bəlkə də bunlara sənə heç bir aidiyyatı yoxdur. Başıma gələn bütün hadisələr müqabilində mən heç bir tələbəmin evində qalmamışam. Ola bilər yaşadıklarından xəbərim olmasın. Sən yaxınlığı o cür bilirsən, mən də belə bilirəm. Mən də deyirəm ki, sən düz bilmirsən. Tələbəndən məsafə saxlamalısan. İndi başa düşürəm niyə sən istəmirsən ki, mən orada qalım. Qorxursan ki, tələbələrin keçmişdə aramızda olanları bilər. Çox sevdikləri Murad müəllimdir. Bundan heç bir əlaqəsi yoxdur. Murad, mən kimə, harda, nə deyəcəyimi, harda qalacağımı çox yaxşı bilirəm. Sağ ol. Eşitmirsiniz ha? Nedir? Yerinize su çıkıyor. Niye oturmuşsunuz? Oturun aşağı. Su yox, Fikret mən. Texniki səbəblərə görə biraz şey oldu, otura bilmədim. Nədə texniki səbəblər? Elə ki, mənim belimdə qrija var. Dilində yoktu ki qrija. Onu yox, dəqiqləşdirməmişəm, amma dəqiqləşdirib deyəcəm. Banu yazıq ayaqları təzə asılıb, ayağı belə bükülü otura bilmir də, yazıq qız. Səbiş də ki, dünən dırnağı qopdu. Afaqdakı... Müəllim, mən bu yer şəxsən mənzərəsi heç xoşuma gəlmir. Elə hara dönürəm divar deyə. Afaq ki, otur mənim yerimdə. Bir dənə mənzərə var, divar, meşə, nə bilim, bulaq, quzular, qoyun, hər şey. Yaxşı, indi deyirsiniz, Gözəllə Apaçinin heç bir problemi yok da, ona göre oturublar. Müəllim, bilmirsiniz, Gözəlin problemi var da, o əslində istəyir ki, diyeta saxlasın da, mən kimi belə incə-mincə qəşay olsun. Amma ki, diyeta saxlaya bilmir də. Buna bax ha, mənim diyeta ezada ehtiyacım yoxdur. Bir də ki, mən diyeta saxlasam, dönərlər özlərini atılmış istəyirlər. Çipslərin qəlbi qırılar. Mən elə pizzaları demirəm, yaz saxlayarlar, yaz. Bir də ki, büfetçi əminin çayları dəmlənməsin. Mən belə qəddarlıq eləyə bilmərəm. Az artisi elə. Düz ildə yazı qızın nə ehtiyacı var, diyetə saxlamağa? Danışın. İmtihanda qapımın ağzında qalxozun quzusu kimi mələşəndə sizə deyəcəm. Bu şey yadıma düşüyor, qapı mahnı var bir dənə. Ellerinde çiçekler, kapımda sırılsıklar. Bir gün görürsün şaşırma. Beni böyle çaresiz, beni böyle derbeder, beni böyle ortalarda bırakma. Ellerindeki... Əziyyət çəkməyin, onsuz da oturan deyil. Müəllim, sizə olan hörmətimizdən oturmuruq. Səndən başqa hamısının hörməti gözlərinə girsin. Səndən başqa, onda səndən başqa, səndən başqa mənə deyən... Nə dedi? Şeydən, müəllim, uşaq vaxtı sayırdıq, belə. Onu deyirəm də, siz heç uşaq olmamışsınız? Angela Davis, sən onsuz da qara siyahdasan. Afaq, müəllim doğulandan 50 yaşı vardı, elə balaca. Necə ki, 1 yaşında 50 dənə şam üfləyib? Özdə müəllimin ilk sözü sakit olub. Sakit! Gözəl, qalq görüm ayağa. Ay qız, bu nə hoqqadır? Mənim valla xəbərim yoxdur. Bilsəydim sizdən qabaq özüm hamısını cəzalandırardım. Bax, indi adların yazacağım. Dayan geri!
Sən necə starostasan ki, bunlardan xəbərin yoxdur, hə? Sən də ayaqüstə qalacaqsan. Qalx Apache. Müəllim, mən niyə? Qalx ayağa. Özdə sən tək ayaqüstə qalacaqsan. Niyə də mən? Oturduğuna görə. Böyle şey yoktu. Bax belə, indi başlayayım. Başlayayım mühazirəni ayaqüstə yazmağa. Tez. Müəllim, bəlkə sabah yazaq. Bax. Bu dəqiqə 3'ə qədər sayıram. Əgər kimsə oturmasa 0 yazacağım. 1, 2, 3. Zibiri çıktı. Aydan yandırdı. Aydan yandırdı. Udursun sen udursun. Sakin. Başlayın yazmağa. Perviz, sen narahat olma. Kalkoz yazacak senin için. Götür ha. Başlayın yazmağa. Tez. Ya çəkiyim mamasına göndərəsəm ki. Ha, Apache. Götür ayağını oradan. Bak böyle. Nə yazaq müəllim? Ha, müşkaçör. Allah sağ ol. Allah sağ ol. Neydi? Hadi yazsana. Gel. Özün başlayacaqsın, yoxsa soruşum oğlumu niyə döydüyünü? Axı Pərviz səni bu qədər hirsləndirəcək nə bilər ki? Mən bu barədə danışmaq istəmirəm. Bir müəllimin tələbəyə əl qaldırmasına yaxşı baxmıram. Dekan kimi soruşuram, çəkinmədi. Nə olduğunu bilmək istəyirəm. Bunlar ikisi, yəni Turanla Pərviz mərzə giriblər. Yəni maşınla Qonqaya çıxıblar. Buduzan mən bacımı qazanmalıymış. Sən nə danışsan Murad? Necə yəni banını qazanmalıymış? Zakir, mən bacım mərzə qoyulub bütün bunların da başında Pərviz dayanıb. Sonra Tural onun başını alladıb harasa aparmalıymış. Şəkilini çəkməliymiş. Elə. Hələ döyülməklə yaxşı qutarıb ki. Bilirsən mənim kimi nə qədər ata var Murad? Öz zəhmətinlə bu həddə gəlib çatmışam. Axırda bir uşaq götürüb hamısını vurdu yerə. Mən sizi başa düşürəm. Bircə söz deyə bilərəm.
Murad. Utandırdın beni. Üzr istəyirəm səndən. Bunu mənə xanım Həlimə də dedi. O da narahat olub. Amma bu məsələ öz aramızda qalacaq. Sən ged Murad. Qalanı mənlə idi. Mahir, səncə biz düz edirik? Gülşən, bunları sonra danışarıq da, indi getmək vaxtı. Hara gedirsiniz? Bu çamadanlar nədir? Gülşən demədin, çıx get. Biz də geyirik ya. Biz nədir? Sən hara gedirsən? Gülşən mənim hər şeyimdir. Mən onu tək buraxa bilmərəm. Sən məni bu qıza dəyişirsən? Dediyim kimi, Gülşən mənim hər şeyimdir. Mən onu tək qoymaq istəmirəm. Sən heç fikirləşdin ki, bu qız yetimdir, heç kimi yoxdur, heç nəyi yoxdur. Kimin qapısına heç gedəcək, hə? İnana bilmirəm ey sənə. Sən belə xırda şey problem eləyirsən, hə? Mayra xanım, mən istəməzdim belə olsun. Sən sus. Mahir, bir qıza görə dəyməz. Sonra peşman olacaqsan. Gülşənə görə hər şey dəyər. Sən tələbəsən. Hara gedəcəksən? Nə edəcəksən? Mənə ümid olma. Bax bu evdən, bu mülkdən sənə bir qəpik də verməyəcəm. Mənə heç nə lazım deyil. Əlindən heç nə gəlmir. Bir çay da süzə bilmirsən. İndi bir qızın arxasına düşüb, öz ailəni atıb gedirsən. Ama mən istəsəm özümü işdə taparım, hər şeydə taparım. Sən narahat olma. Gec-tez sən bu evə qayıdacaqsan. Düz deyirsən. Qayıdacam. Amma Gülşənlə bir yerdə. Yaxşısan? Necə ola bilərəm ki? Bacı kimi bildiyim bir adam məni satıb. Nə demək istədiyini başa düşmədim. Başa düşmədin. İstəyirsən bir də deyim. Mən sevgili və satmısan. Yeni başa düşdün, İnci xanım. Mən Murada heç nə demədim. Deyə bilmədim. Yaxşı da, yaxşı İnci. Yalan danışma. Sən deməmisən, sən onda Murada hər şeyi haradan bildi? Hə? Gəldi mənim üstümə. Şşş, danışma İnci. Bundan sonra nə yalan danışsan, nə zibilə düşsən, mən səni də anda dayanmayacağım. Başa düşdün? Pərviz, vallahi mən heç nə demədim. Yaxşı, bence yalan danışma. Həyatı boyu sənin gücün qızlara çatdı da. Çaqqal, sən demisən hər şeyi. Can, ağa sənə nə pis döyüblər. Oyda. Hələ ağırdı hə Muradan. Bilmə, bilirəm, mənə də döymüşdü.
Bala can. Yatığa gəlir satqınlıq eləmişdin. Ay, kəs bu sənin. Sakit ol, ne olur sakit ol. Perviz. Perviz. İnci. Sen çık get sonra. Sonra. Gedirəm. Ama söz ver ki dalaşmayacaqsan. Çakka. Hələ də qorxmursan məndən. Demirsən, hər şeyi gedib Murada deyərəm. Qorxma. Get kimə nə istəyirsən də. Kimə nə satqınlıq eləmək istəyən gedələ. Get sat. Satdığım mal sənsə, deməli sənin vaxtın çoxdan keçib. Ay yazıq. Üz gözümün rəngindən satdığım malın vaxtının çoxdan keçdiyi görünür. Ağa, mən demişəm Murad mənə mərd söhbətini. Bilməli idi, bildi. Sonra? Sən bu boğazı düzəcəm ama bilmirəm açan. Tural, Perviz, yenirsən. İndi bu qalıb universitetin ortasında dava edirsiniz. Başlayın. Ben bu işi belə koymayacağım. 3-cü paragraf oxu. Nədir o? Heç. Dərs soruşur ama. Tural, day sənə mən... Heç bir sözün olmasın xanım, heç bir sözün olmasın. Mən də səni sevirəm. Sən nə vaxtırsan onda da? Yaxşı. Sən onda az qalmadı. Yaxşı, hələlik. Nə deyəcəkdin? Nə deyirdi o sənə? O dediyin adam yəqin Yasəmə müəllimə deyirsən. Heç. İmkan verdin ki... Məncə nəsə demək istəyirdi, məni gördü, getdi o. Sən qorxmursan, İnci hər şeyi bilər. Mən bilirəm sən İnci'ni itirməkdən qorxursan. Ona görə də başqasından yox, səndən eşitməyə daha yaxşıdır. Ən dəhşətlisi bilirsən nə deyim? İkisini bir yerdə görəndə elə bilirəm ki, İnci üstümə üzüm çəkib ağzına gələn mənə deyəcək. Ona görə də vaxtında dinən. Qoy hər şey səndən eşitsin. Yoxsa qorxduqlarım bir gün başıma gələcək.
etiraz istəmirəm. Bugündən bizdə qalırsan. Yox, Aydın. Mahir, buna bir söz denəndə. Sənin güya qalmağa yerin var. Evdəkilərlə danışmışam. Narahat olma. Çox sağ ol, Aydın. Sən olmasa mən yeniyərdim. Mahir, sən harada qalacaqsan bəs? Mən Nurlan ilə qalacam bugün, narahat olma. Bir müddət sonra da mamanın ürəyi yumuşalacaq. Rahat ol. Aydan! Hadi nə olub Aydan tutquş kimi? Tutquş yox, hazırsan? Nəyə hazıram? Aydan. Yadından çıxıb deyəsən uduzduğun mərc. Nə mərc? Sonra danışaram. Bekarçılıqdan bilmirlər neynəsinlər. Gedin biraz dərs oxuyun. Buna adam yerine koyuyor bize, adam yerine koyuyor. Oo, Gülşen Hanım. Ya bu niye satmır da? Uşaqlar keçin yerinizə. Bu da həmişə lazım olmayan momentdə gəlməlidir də. Olar müəlliməm. Oturun yerinizə. Buyurun. Çox sağ olun. Dəftərlərinizi açın, mühazirə yazın. Vaxt bilməyin. Ana bu, gör necə rahat oturub, ya da sözüm ürəyimdə qalı deyəmədim. Ay qız, sən tələsmə. Birazdan özü insan üzünə çıxa bilməyəcək. Onu da görərik. Utanmır da, balaca boyda gör nələr eləyir. Az, qurtamış, çaydan. Şərti danışaq, sonra qaçma, yaxşı? Əyləşin. Zıqət müəllim, salam, bağışlayın. Dərsizi bölürəm, amma bir söz demək istəyirəm. Buyurun Zakir müəllim. Uşaqlar, bugün oğlum Riyel. Pərvizi yəqin ki hamınız bilirsiniz. Murad müəllim döyüb. Özdə nəyə görə? Baba, nə danışırsan? Evdə danışarıq bunları. Yox, qoy burada danışaq. Qoy hamı bilsin. Baba, biz öz aramızda həll eləmişik bunu. Danışarıq evdə. Onu da bilin ki, Turalın imtihandan kəsilməsini də mənim oğlum eləmişdi. Hamımız yatmışıq fil qulağında. Dəhşətsi, dekan oldu da, o da eləməsin, bəs kim eləsin? Amma onu da biləsiniz, cəzasız qalmayacaq. Necə ki, əvvəllər cəzasını vermişəm, bu dəfə də elə. Hə, Pərviz. Deyirəm, heç utanmırsan, sən? O, yox. Onun yerinə mən utandım. Pərviz, sən bilirsən, mən sənə görə nə qədər əziyyət çəkmişəm. Hamınızın dekan oğlu kimi tanıdığınız Qudurğan Pərviz Turalla mərcə girib. Qrupda namus məsələsinə toxunublar. Bir qızı aldadıblar. Hisslərindən istifadə ediblər. Bir qız deyəndə ki, güyə bilmir ya, Banu da. Sus dala! Gəl, Banu, elə səndən danışırıq. Durun, da bunu biliyorsun. Bizdən Tural sən necə mərci qoyublar elə ondan. Dala, kes de sesi. Banu, qızım, buraya gəl.
Bəlkə gələcəkdə bu qrupda biriniz hansısa bir qızı sevəcək. Hansısa bir qız birinizin həyat yoldaşı olacaq. Eşitdim, Murad müəllim Pərvizi döyüb, yaraşdırmadım, onu əsəbləşdim. Amma sonra Murad müəllimi gördüm, o məni utandırdı. Elə sözlər dedi ki, bir dənə söz tapıb əvəzində ona deyə bilmədim. Pərviz, necə baxırsan sən Banunun üzünə? Utanırsan heç olmasa elədiyin hərəkətdən? Sən Turalı da məcbur elədin bu hərəkəti, bu mərci getməyə. İndi mən Murad müəllimin üzünə necə bax? Heç olmasa bir söz deyə başımı yerdən qaldırım da. Papa! Zakir müəllim, biz hamımız siz çox yaxşı tanıyırıq. Bilirik ki, nə deyirsinizsə, təmiz ürəkdən deyirsiniz. Məncə, siz bu məsələdə özünüzü günahlandırmayın. Çünki sizin heç bir günahınız yoxdur. Qızqayıt müəllimə düz deyir, Zakir müəllim. Pərvizin hərəkətlərinə görə siz cavabdeh deyilsiniz. Bağışla qızım. Pərviz, sənə axırıncı dəfə xəbərdarlıq edirəm. Hamı eşitsin. Banudan uzaq duracaqsan. Mən bir də sənə görə utanmaq istəmirəm. Ne oldu? Gecə vaxtı bura nəyə çağırmışsın? Gəlirdi də. Mahir, vacib məsələ olmasa çağırmazdı. Ne olub ki? İmkan verirsən ki, danışım. Danış lan Nurlan, danış. Sənə nə oldu? Niyə əsəbirsən? Aleysən, mama Gülşəni qəbul eləmədi. Mən də götürdüm, çıxdım evdən. Nə danışsın? Neynəmsən sən? Neynəməliydim? Hə? Qızı atın. Allah, xəstəsən sən. Bilirsən, neynirsən? Nurlan, sən sevmirsən deyə ona görə belə danışırsan. Ona görə də mənə başa düşmürsən. Nəysə də sən heç nə bilmirsən. Sən heç nə bilmirsən. Nəysə də Nurlan, onsuz da nasirəynəm yoxdur. Baş beynimi xarab eləmədi. Denən görüm nə olur. Mahir, sən Gülşəni yaxşı tanıyırsan. Başa düşməyim, sən xəstəsən, bu nə sualdı versən? Sən sualıma cavab ver. Hər nə olur olsun, Gülşəni qəbul edəcəksən. Nurlan, bir də ağzımı açıb nəsə desən, xətribə deyəcəm. Dəstək ola bilirsənsə ol, ola bilmirsənsə olma.
Bilirsən də nə deyəcəksən? Hə, Mahirə xala. Nə olub ki? Səhər məndən dalaşıb. Gülşəni də götürüb evdən çıxdı. Görməmsən onları? Dərsə gəlmişlər. Amma mənə bir söz demədilər. Sonra da bilmədim hara getdilər. Nurlan, sənə xahiş edirəm. Onun başına ağıl qoy. Məsləhət ver. Denən qayıtsın evinə. Yaxşı iş görmür. Neysə də bu axşam sizdəyim. İndi onu o adamlar edir ki, həyat tərzləri sakit keçir. Mənim onsuz da universitetdə hər gün səs-küydən beynim gedir. İndi mən çox danışıram deyə mənə söz vurursan? Yox, əksinə, ürəyin nə qədər istəyir danış, mən sənə qulaq asım. Murad, sənə bir şey demək istəyirəm, amma əsəbləşmə də. Baxır, sən nə deyəcəksən də? Pərvizə çox pis döymüsən, hə? Səncə buna layiq deyildi. Bir də ki, İnci, qurban sənə. Mən sənin yanıma gəlirəm ki, bu söz-söhbətlərdən, bütün baş verən hadisələrdən uzaqlaşım. Deyirəm, yaxşı ki, mən də varam, hə? Yoxsa sən mənsiz nə iniyərdin? Nədir bəyəm, mən səni itirə bilərəm. Ola bilər. Əgər çox böyük səhv eləsən, itirə bilərsən. Zarafat edirəm. Sən heç səhv eləyərsən, səhvi ancaq mən eləyərəm. Bir də mən sən niyə itirim ki? Özü biz niyə itirməkdən danışırıq, hə? Başqa şeylərdən danışaq da. İtirmək demişkən, yaxşı yadıma düşdü. Bu Yasəmən müəllimədir, kimdir? Onu nə vaxt çıxardırsan yerlə? Of Murad, sən elə o mövzuda qalmışsan. Başa düşə bilmirəm səni. Dedim mövzunu dəyiş, mən də mövzunu dəyişdim. Gəl, özümüzdən danışaq. Gəl. Siz nətər adamlarsınız, ha? Sizin eviniz, eşiniz yoxdur. Nə vaxta qədər mən sizə deməliyəm ki, dərs qutarıb uşaqlar, çıxın gedin evinizə. Mən də insanam da, mən yetim səhər altdan buradayım, düz axşama kimi. Sizi gözləyirəm. Çıxın gedin evinizə də. Qaqa, danlanmaqdan xoşun gəlir, gəl çıxıb gedək evimizə də. Ata bala çox olmadı. Oldu biraz. Tombik düzləri uşaqlar, mən də gedirəm. Sağ olun. Aşağı otur. Hara? Dedim də evə. Sən deyəsən düzgün başa düşmədin, ha? Pis mərz? Mərzi nə oldu? Sup yox, mərzi yox. Mərz. Uduzmuşsan, şərt qalıb. Düz dayıdan şərt kəsmişdik də, əməl eləməlisən. Ayda, siz elə mərd şərt deyirsiniz. Zakir müəllim o boyda söz danışdı. Qutarım bu söhbəti. Baba, biz qəzet şey demir ki kimsə fırlat at. Demir ki, bu qız qayıtın şəkillər gözü şantaj elə. Bir dənə kleytdə olacaq. Döşürsən fikonun üstünə, o da gəlib belə edir, yapışır qalır orada, qopmur. Burada nə var ki?
Pinti diye pinti. Oxşadı da oxşamışsın. İyi Tural. Bu ne özüydü? Banu Tural. Banu Tural. Yaxşı Tural. Murad müəllim. Danışa bilərik. Nə danışacağıq? Bir söz soruşmaq istəyirəm. Nə söz? Bayaq kitabxanada telefonla danışırdın. Onu eşitdim. Nə olsun? Banu yanımdaydı deyə o xoş sözləri ona demədiyini anladım. Yasəmən. Nə demək istəyirsən? Murad, sənin sevdiyin var? Ayda, necə ürəyimdə qaldı? Qızın üzünə deyə bilmədim sözümü. Deməyə dayı, Zakir müəllimlə qız qayıtdı gəlməyə vaxt tapdı. Qızlar, bunu danışmağınız düzgün deyil, ayıbdır. Bir dəqiqə, sənə nə olub? Onun elədiyi düzdür, amma bizim elədiyimiz düz deyil. Şokdayam. İnana bilmirəm. Səbinə və Afar kimisə qeybətini eləyir. Sən can kimin qeybətini eləyirsiniz? Bilmirsiniz sizdə? Nəsə bilməli olduğumuz şey var. Hədə çürütdünüz də danışın görən nə olur? Bir dəqiqə, Nurlan deməyib sənə. Nurlan? Yox. Nurlan, necə? Səndən çıxmayan iş. Nəyi? Sən həmişə deyirdin axı. Okey. Gözləyin. Mən deyəcəm indi hamıya. Uşaqlar, bizim qrupumuzda bir dənə qız var. O qız ərə gedib, sonra boşanıb. Sən bizdən nə düzən çıxar? Deyəm, nə paxıl adamlarsa. Niyə çağırmırsınız, bir gələk, qol qaldıraq, oynayaq, pulumuzu yazdaq, yeyib içə gedək də, nə olardı ki? Ağzında söz qalmır sənin. Çəbiş, birdən sən olarsan, belə şeylər ancaq səndən çıxar. Küs sənin başına. O heç, o heç. Yox da indi açıq danışaq da, belə şeylər ancaq səndən çıxa bilər. Hə? Yaxşı, gəl baxaq da, gəl baxaq. Aydan deyil, düzdür, bütün gün kitab oxuyur. İnci deyil, İncinin də sevgilisi var. Banun birliyi. Qaldız ikimiz də. Yəni, nə bilim. Başqa heç kim qalmadı? Yanında bir dənə yanında nə İnci, nə Aydanı. O balaca var, balaca. Gülşən.